Baş prokuror Kamran Əliyev son günlər həm ölkə, həm də dünya mediasında geniş müzakirə olunan iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı açıqlama verib. Baş prokuror hazırda söz gedən iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdirildiyini bildirib. Bilirsiniz ki, həmin işlə bağlı istintaq gedir. Bununla bağlı istintaqa aparan qurum tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində istintaqın taktikası baxımından hər hansı bir əlavə məlumat vermək məqsədə müvafiq deyil, deyə Kamran Əliyev qeyd edib. Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Paytaxtın Yasamal rayonu Parlament prospektində avtomobildə yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlər tərəfindən Kia markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.